Azərbaycan futbolu üçün növbəti türk legioneri milliləşdirilib. Bu apreldə 18 yaşı olacaq Berlinin Hertha klubunda çıxış edən Elias Baxçıdır. Onu Azərbaycanın gənclər komandasına dəvət ediblər, milliləşdiriblər. Azərbaycan pasportu var və inşallah bugün çox güman ki Səbaillə yoldaşlıq oyunda debüt edəcək. Keçən il Türkiyənin 17 yaşlar komandasında oynayırdı. Bu birinci dəfə deyil ki Azərbaycana Alman türkləri dəvət olunur və milliləşdirilir. Amma çox maraqlıdır ki indiyəcən onlardan 95%-i hələ necə gəlib, necə gedib heç kimin xəbəri olmayıb. İndi mən bəzi adlar deyəcəm, siz xatırlayın, görün, heç belə adlar yadınızdadırsa. Fatih Şanlı, Kərəm Bənkə, Bilal Səzər, Mustafa Özhitay, Sərkan Baloğlu, Onur Albayraq, Barış Əkincər, Hüseyn Selilli, Metin Gülər, Ece Atlam, Doğukan Oksuz. Onlardan yeganə Taşkın İlter'dir ki indi Türkiyənin Süperliqasında oynayır. Çox maraqlıdır. İllər keçir, amma bu türkləri milliləşdirmək siyasəti değişmir və bu futbolumuza heç nə vermir. Onda sual verilir. Bunları niyə milliləşdiririk?